Demək 2005-ci ildə Qamət Süleymanovun göstərişi ilə Yaşar Qurbanov və bir başqa tələbə məqalə hazırlayır. O tələbənin adını niyə çəkmirəm? Çünki o hadisədən sonra o peşman olub və hətta xəbər göndərib ki, məni aldadıblar, tora salıblar, mən istəməmişəm bunu eləmək. Ona görə onun adını çəkməyə məsləhət bilmirəm. Lakin bu məqaləni hazırlayırlar və bu məqaləni Yaşar Qurbanov internet vasitəsilə hər tərəfə yayır. Qamət Süleymanovun göstərişi ilə də yüzlərlə kağıza çap edilərək cümə günü Əbu Bakr məscidində bu vərəqlər paylanılır. Və bu vərəqləri paylayarkən Mədinə tələbələri hamısı o vaxt cümədə olur. Bunu deyirəm ki, yəni şahidlər var. Onlar şahid idilər. Bunu görürdülər, bilirdilər və Qamətin qorxusundan susurdular, cavab verməyə qorxurdular. Qorxurdular desinlər ki, bu yalandır. Əlixanın anasına bu cür dil uzatmaq kişiyə yaraşan hərəkət deyil. Həmçinin bu yüzlərlə vərəqi məsciddə cümə günü paylayan, azan verən Hikmət və Rasim, bunlar da şahiddirlər. Bu vərəqlərin paylanılmasına şahiddirlər. Eləcə də cümə günü, cümə namazına gələn və bu vərəqləri özlərinə verilən yüzlərlə dindaşlarımız bu həqiqətə şahiddir və bu bir ittiham deyil, bu faktı həqiqətdir. O vaxtdan bu vaxta qədər mən o vərəqləri saxlamışam. Diqqət edin, məqalənin üzərinə nə yazılıb? Rəqqasənin oğlu. Bax, bu məqalədə mənim valideynimi bu alçaqlar, bu fasiqlər rəqqasəyə bənzədir və məqalədə qeyd edir ki, Əlixanın anası da zinakardır. Əvvəlcə bir misal çəkirlər, Bin Ladenin anasını ki, o zinakardır. Sonra deyirlər ki, Əlixanın anası da onun kimi eyni zinakardır. Bax, bunu, bu məqaləni bu iki fasiq həyata keçirib və kütləvi şəkildə yayıb. Sonra da heç gəlib indiyədək, görün, 21 il keçib üzərindən halallıq almayıblar.